Herkese salam dostlar. Bugün biz dünyanın en turş konfetini yiyeceğiz. Çok sürpriz. Yani zəhərli Bunu da tullantılar. göstereyim. Çok Lime'lıdır. çok turştu. Evet. Gelin biz indidən başlayalım. Üzümüzü turşutmamaya çalışacağız. Bəli. Turşundan uduzar. Ha. Açılmır 30 bu. saniye turş olur. Sonra Sonra da şirin dad gəlir. 30 saniyədən də az. ha. Gözə bu nəsə açılmadı. Sen nasıl? Başqasını götürün. Ben atarım sen. Ben de atabilmedim ben birinci. Gençliğim moldan alabilirsiniz. Hə, bəli. Bigrosdan da ala Ha, bilərsiniz. sen mol gençliğim mollarda var. Ha, hamısında var. Mollarda Crescent, festival bir dənə var. Crescent Mall-dan o birisi Hə. malllarda yoxdur. Şey de var festivalda. Aa, Mollarda. hamısı var. Ha. Aa, şey de var, Takis. Gələn dəfə şəkər yeyərik. O var. Toz kimi olan. 200. Yox, 200 çox. Ne? 200 çox. Belə acı deyil. Gələn dəfə acı şeylər alıb yeyərik. Gələn dəfə Takis yeyərik. Acı, turş, hər şey alarıq. Hə. Ben başlayırıq indi. Də. İkimiz də eyni anda başlayaq. Hə. 3. 3, 2, 1. Yuxarısı ağrıyır da adam. Turş deyil, adamı ağrıdır. Bu turşdansa yaxşıdır. Turş deyil nəsə. Bizə turş deyil. Laymonludur. Hə. Bu Biraz adam- acımsıdır. Yuxarısını ağrıdır da laymonludur. Gəlsən, ilk dəfə biz deyil. Özümüzə turş etməyək. Gözəldir. Hə? Eyvallah. Ha, turşluğu getdi. Şirindir. Eyvallah. Allah. Bu, Hadi ye. siz də ala bilərsiniz. Laymonlu yeməyin ha. Üstündə nə yazır? Üstündə. Eyni bu şəkildən var. O zaman bu toksikdir, yəni zəhərlidir. Yox. Zəhərli tullantılar deməkdir. Nah, Bir də görürsünüz kendi dinamiksdir, yəni şəkər patlaması. Hə. Əgər bundan çox yesək şəkər xəstəsi ola bilərik. Aksi vaxtlar. Sağ olun dostlar. sağ olun.